kebab pişirib Səydam. Mürvət, var Mürvət. Hə, Səydamın Yerim məlim Mürvət. kebabına bax, qəşəng kebablardır. Çayımız da hazırdır. Ucu dəmləndi. Bunun çöldə ayrı ləzzəti var. Allah'ın da olsun ayrı ləzzəti var. Demək Səydam, sən bir dənə əhvalat danışım. Keçən il idi, yoxsa olubsil idi, Qaşqaldağa pişirdik, çöldə idi. İnanırsan bal dadır. Evdəkilər dedi ki, gətir bir evdə də pişirək. Evdə pişirdim, onu yiyən olmadı. Bu nətər şeydir, bu niyə bərkdir? Çöldə ilazan, çöldə elə bir ki, pambıq kimi yedirdi o. Çöldə hər şeyin ayrı ləzzəti var. Çayın ayrı ləzzəti, yeməyin ayrı ləzzəti. Qəşəng çaydı özdə. Astara çaydı, yarpaq boyda olur, asılır, yeşil çay olur. Közümüz zəifli. Köz biraz Manqalın közü gəmli olur. çox gərək yığarıb. Sən alt, ikinci partiya elədik, üstündəki, altındakı əridi Səydam, getdi. Kömürdən başqası ya. Söksür, ha? Axşama şey eləyərik. Axşama bir dənə yaxşı yemək pişirərik. Görək o sulu yemək nə pişirik, qazanda da düzəldək. Sən sulu yeməyə fikir verirsən, hə? Suyuna bax, onu da verirsən. Bugünkü yemək işinə Səydam baxır. Həmişə biz baxırdıq. Bugünkü yemək işi Səydamlıqdır. Qəşəng çörək yeyək. İnşallah çörək yeyək, girək. İkinci partiya görək nə olur, nə gəlir başımıza. Dur gəl də, dur gəl bura. Yo, biz sabah qayıdıq. Ördək, qaşqalda, Nə istəyirsən var? çilok. Sən də moçar. Tərcüdür. Yeşələri bir ikisini də. Ehtiyac yoxdur, ehtiyac yoxdur. Şeydə götürür, götürür. Suya təməşə şeyin üzündə.